Selamünaleyküm dostlar, akşamınız xeyir. Bugün yeni bir cədvəllə tanış olacağıq. Sözlərdə neçə ədəd ara və cümlədə neçə söz olduğunu öyrənəcəyik və cədvəl üstündə başa salacağım sizə onu. Belə bir şey açaq, birini də buradan açaq. Birini də buradan açaq. Yağa başa salacağım nə dediyim. Biraz daha böyüdək. Biz daha uzun söz lazımdır. Böyüdük. Daha yazdıq. Mən Salmanov Mədəd Limanoğlu. Görürsünüz, sözü yazdım. Aşağıdan da yazım. Yeni ikinci bir misal çəkim. Mən Musayev Təbriz Musaoğlu. Siz yazdım. Biraz enləşdirək də yaxşı başa düşək. İndi cədvəli yazaq. Nə demək istədiyimi başa salacağım sizə. Onun üçün bura bərabər qoyuruq uşaqlar. Bərabər qoyuruq. Üstə gəlsin də qoyuram bərabər əvəzinə. Len yazdım, çıxdı. Tabı bastım. Xananı işarətlədim uşaqlar. Və mötərizəni bağladım. Minus qoydum. Çıxmaq. Yine len açtım. İçindən bunu açtım. Xananı yine oxutdurdum ona. B4'ü oxutdurdum. Virgül attım. Qoşa nöqtə, ara, qoşa nöqtə, qıynaq. Qıynaq demək istəyirdim. Virgül, qıynaq, qıynaq və mötərizəni bağlayırıq. Gördünüz. Bu burada olan aranı göstərir. 1, 2, 3, 4 dənə bu cümlədə ara var. Ara. Onda basaq. Bunda da 4 dənə ara var. Gördünüz. Cümlə arasında ara. Sözlərin arasında 1, 2, 3, 4 ara var. Bizə lazımdır ki, biz cümlələrin sayını öyrənək. 1, 2, 3, 4, 5 dənə cümlə var. Ona görə buradan yuxarıdan görsüz yuxarı ora yazırıq. Plus 1. Çünki axırıncını saymır da. Plus 1 yazırıq və toxunuruq. Görsüz artıq 5 cümlə, 5 sözü olduğunu bura yazdı. Bu düsturada yuxarı plus 1 yazırıq. Bax, yazdım, qutardı. İndi dalını davam edirəm sözün oğlu.
mən Azıda Sabirabad rayonunda yaşayıram. Bax, 10 dənə yazdı. 10 dənə söz. Nə söz yazsaz, onu bu qabaqdan görürsünüz ki, yazır. Cümlədə neçə dənə söz varsa, hamısı qabağından yazır uşaqlar. Bax, buna da bir şey. Nə yazın, məsəl üçün, çox şeyi yazmaq olar. Nə istəsə yazsaz, bura onun axırındakini yazır. Bax, bir dənə ara qoydum, yazdı, gördünüz. Aranı pozacam, 5'e düşür. Çünki aranı da sayır uşaqlar. Bu belə. İkinci gəldik Excel'in yeni bir. Yeni demeyim də, mən yeni kəşf eləmişəm. Bunu silək. Buradan silək. Delete. Görürsünüz, buradan bir yeni bir şey açdım. Bu əvvəldən başa salım sizə. Buradan vurursunuz. Yeni bir sütun açmaq üçün. Institute vurursunuz. Yeni bir sütun açılır. Burada görürsünüz Ruslan oğlu, Aliz oğlu, Samir qızı, Orxan qızı. Bunları bir-birindən avtomatik də ayırmaq olur. Bir-bir yazmağa ehtiyac yoxdur. Yəni onu demək istəyirəm. Bunun üçün yuxarı yazırıq Ruslan. Görürsünüz, yazdım. Artıq heç bir şeyə, bunun hamısını yazmağa ehtiyac yoxdur uşaqlar. Gəlirsiniz fil. Görürsünüz flash fil. Bastım. Hamısı özü avtomatik yazdı. Görürsünüz. Hamısını özü avtomatik yazır. Hamısını yazdı. Gördünüz. Bir tane de fikir verin bura. Yeni bir xana açtım. Bura yazsam. Bakın. Kızı. Yazsam bura. Kızı. Gördünüz. Yazdım kızı. Şimdi ben avtomatik burada keçip bir daha bura keçsem, bunu ortalasam, gelip bura bunun üstüne vursam, bassam, özü avtomatik hamısını ayırır. Hızlı olanın hamısını ayırır. Bakın, hamısını avtomatik ayırdı. Dediğim bu kadar idi. Geceniz xeyrə qalsın. Allah'a emanet olun.